sağlamlıq haqqında arayışın verilməsi proseduru daha da çətinləşib. Rayon sakinləri bu məsələdə əziyyət çəkdiklərini deyirlər. Bizə müraciət edən vətəndaşlar əvvəllər qeydiyyatda olduqları rayon mərkəzi xəstəxanalarında və yaxud poliklinikalarda lazım olan prosedurlardan və yaxud müayinələrdən keçməklə sağlamlıq haqqında arayışı rahat şəkildə əldə edə bildiklərini, amma indi vəziyyətin dəyişdiyini deyirlər. Bilirsiniz ki, sağlamlıq haqqında arayış forma 86, forma 83 var. Bunların biri deməli forma 83 sürücülük vəsiqəsi almaq üçün verilir. Forma 86 isə iş yerinə təqdim etmək üçün, təhsil və yaxud digər məqsədlər üçün verilir. Bu araçların alınmasını rayon sakinləri çətinliklə əldə etdiklərini deyirlər. Bakı şəhərində bu problem yoxdur, müşahidə olunmur. Bakı qeydiyyatında olan sakinlər rahat şəkildə ala bilirlər. Amma rayon sakinləri bu məsələdə çox əziyyət çəkirlər. Bir neçə il bundan əvvəl belə deyildi. Mərkəzi rayon xəstəxanalarında müayinələrdən keçməklə bu arayışları əldə etmək mümkündür. İndi vəziyyət dəyişib. Bu məsələ arayışların verilməsi prosesi regional ixtisaslaşmış tibb müəssisələrinə həvalə olunub. Bu isə insanları, rayon sakinlərini əlavə həm vaxt itkisinə, həm də maliyyə itkisinə gətirib çıxarıb. Vətəndaşlar bu məsələdən biraz narazılıqlarını bildirirlər. Bununla bağlı təbibdən məlumat əldə etmişik. Məlum olub ki, bu psixonevroloji və narkoloji yoxlamaların aparılması ilə bağlıdır. Bu qanunvericilik səviyyəsində belədir. Çox yaxşı bu yoxlama aparılmalıdır. Amma bu yoxlama aparılmamışdan əvvəl, bunu qanunvericiliyə salmamışdan əvvəl bunu lazım olan infrastruktur, şərait yaradılmalıdır. Təbibdən əldə etdiyimiz məlumata görə həmin psixonevroloji və narkoloji müayinələrin aparılması sistemi hər mərkəzi rayon xəstəxanalarında yoxdur. Ona görə də bunu mərkəzləşmiş regional və ixtisaslaşmış tibb mərkəzlərində bu arayışlar verilir. Odur ki, insanlar çətin bir vəziyyətlə üz-üzə qalıblar. Dediyim kimi, həm vaxt itkisi gedir, həm də əlavə maliyyə sərf olunur bura. Nəzərə alsaq ki, bu sağlamlıq haqqında arayış pulludur, o zaman bu prosesin daha da sadələşdirilməsinə ehtiyac var. Mən bildiyimə görə bu Səhiyyə Nazirliyinin təklifindən sonra bu qanunvericilik səviyyəsində salınıb bu psixonevroloji və narkoloji yoxlamaların, müayinələrin aparılması. Ona görə də hələlik bu təbibdən verilən məlumata görə bu sistem bütün rayon mərkəzi xəstəxanalarında yoxdur. İxtisaslaşmış olaraq regional mərkəzlər, tibb müəssisələrində bu sistem yoxlama müayinələr aparılır. Ona görə də rayon sakinləri məcburdur ki, bir rayondan digər rayona və yaxud şəhərə getsinlər sağlamlıq haqqında arayışı əldə etmək üçün. İkinci bir tərəfdən, ən azından bunu elə etmək olardı ki, hansı rayon sakini hansı rayona getməlidir. Yəni, bu məsələni də təbib və yaxud Səhiyyə Nazirliyi bunu öz saytında yerləşdirməlidir ki, hansı rayon sakini bu sağlamlıq haqqında arayışı hansı regional tibb məntəqəsindən əldə edə bilər. Bu da yoxdur, yəni. Yəni, bunu qanunvericilik səviyyəsinə salmamışdan əvvəl bu lazım olan infrastruktur qurulmalı, şərait yaradılmalıdır ki, insanlar bundan istifadə edə bilsin. Eyni zamanda dünyada rəqəmsallaşmanın sürətlə biz getdiyini, insanların həyat fəaliyyətinin yaxşılaşdırması istiqamətində işlərin, proseslərin aparıldığı bir vaxtda biz vətəndaşların işini daha da ağırlaşdıraraq bu bir rayondan başqa rayona getmək yəni nə deməkdir? Ona görə də bu Səhiyyə Nazirliyi, eləcə də təbib, lazım olan qurumlar bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir ki, insanların həyat fəaliyyəti daha da rahatlaşsın. Bunlar bir dənə arayışı almaq üçün bir rayondan digər rayona getməsinlər, əlavə vaxt sərf eləməsinlər, əlavə pul xərcləməsinlər.